Neçə gündür gözlərimi onun eyvanından çəkmirəm. Amma gözə görünmür. Bilirəm ki, evdədir. Axşamlar otağın işığı yanır. Hətta bir-iki dəfə pərdənin arxasından silüetini də sezmişəm. Amma bayıra çıxmır. Bəlkə əri qoymur. Mən elə gəlir ki, əri ona əziyyət verir. Ürəyim sıxılırdı. Amma onu beynimdən çıxara bilmirdim. Salam Rüfət müəllim. Eşitdim maşınınızı satmaq istəyirsiniz. Əgər elə fikriniz varsa, xahiş edirəm birinci mənə deyin. Sağ olun. Axşam o evana çıxdı. Amma bircə dəfə də olsun mənə tərəf baxmadan geri qayıtdı. O cür gözəl başlayan nağılın belə soyuq sonluq olacağını gözləmirdim. Fikirlərimin yanlış olduğunu iyulun 17-si anladım. Səhərdən yağmağa başlayan narın yay yağışı birdən güclü leysana çevrildi. O eyvana çıxdı. Gözlərini mənim pəncərəmə zillədi. Elə bir leysandan və mənim pəncərəmdən başqa dünyada mövcud olan nə varsa, bu yay yağışı hamısını indi onun gözündə yuyub aparmışdı.